Salam. Bu günlerim börekler hakkında danışacağıq. Böreklerin quruluş vahidləri, nefron, böreğin quruluş vahidi nefrondur. Onun hakkında danışacağıq. Videoya başlamadan əvvəl videomu bəyənib, paylaşıb, kanala da abone olabilirsiniz. Şimdi başlayabiliriz. Nefron. Nefron böreğin en kiçik quruluş vahididir. Özünün qabıq maddəsi və beyin maddəsi vardır. Tərkibində isə fonksiyonel olarak tübülləri vardır və glomerulu vardır fonksiyonel olarak. Burada glomerulu işsidiyin əmələ gəlməsi prosesi baş verir. İşsidik əmələ gəldikdən sonra tübüllərdə burada reabsorpsiya prosesi baş verir. Yəni geriyə sorulma natrium, xlorun, bəzi lazımlı zvalların geriyə sorulması prosesi baş verir. Burada isə ikinci sidik əmələ gəlməkdədir. İkinci sidik əmələ gəldikdən sonra isə börək ləyənində toplanır və oradan sidik axırları vasitəsilə sidik hissəsindən isə sidik kanal vasitəsilə xaric olunmaqdadır. Yəni son sidik börək ləyəninə toplanmaqdadır və oradan da xaric olunmaqdadır borular vasitəsilə. Sonrasında ise börek nefrondan danıştık ki, burada işsidiyin əmələ gəlməsi baş verir. İşsidiyin əmələ gəlməsi ise glomerullarda filtrasiya zamanı baş verir. İkinci sidik ise tübüllərdə sorulma zamanı baş verir. Tübüllərdə ise börek borucuqları olarak ve Henle ilgəyi olarak ayrı hisseleri vardır. Burada Henle ilgəyinin ise əsas etibariyle enəm və qalxan hisseler vardır ki, bu enəm və qalxan hissələrində sorulma da fərqli surətdə getməkdədir. Enən hissədə gedən sorulmada əsas etibariyle börək mayesi sorulur. Onun içində börəkdəyi ən qatı maye, yəni konsantre edilmiş maye. Enən hissəsində, qalxan hissəsində isə bərk maddələrin, natrium, xlor, burada bəzi dozların, bəzi zvalların sorulması baş verir ki, onun içində ən dilue, yani konsantrasiyası az olan maye burada vardır. Bu şəkildədir börekdə sorulma prosesləri kısa şəkildə. Yəni əlavə məlumat olarak onda deyə bilərəm ki, börekdə bir gündə 1200-1500 litrə yaxın ikinci sidik əmələ gəlir. Burada isə ortalama bir insanda bir gün içərisində 1,5 litr son sidik əmələ gəlməkdədir. İndi isə İşin biraz daha dərinine girək istəyirəm. Yəni glomerular filtrasiya tam olarak nədir? Bədəndəyi dəyişikliklər nə olur? Hipovolemiya, bəzi xəstəlik halları. Bunlardan biraz danışacağım. Ümumiyyətlə glomerular filtrasiyanın bədəndə sürəti vardır ki, normal halı 90 ml bölü dəqiqədir bu. Bunun xaricində isə glomerular filtrasiyanın olması hallarında, yani bedende normal iç sidiğin əmələ gəlməsi hallarında sürət 90 ml olması normal. Məsələn 120'ye kadar da normalde, ama onun üstünde artık normal nəsə 60 ve 60'ın altı da normalin altıdır. Yani bunun da standartları bu şəkildədir. O xaricində isə məsələn insan aktiv üzmə halında məsələn simpatik aktivliğin artması halları müşahidə edilməkdədir. Yəni normalı budur. Onun içində suda aktiv üzərkən insanın sidik ifradı mümkün değildir. Amma ki, məsələn, belə bir hal da vardır ki, isti sularda yay vaxtı isti sularda uzun müddət üzmək özü bədəndə reflekslərin rahatlamasına və müəyyən miqdar insan özündən asılı olmadan sidik ifradının olması da mümkün hallardandır. Bunun xaricində hipovolemiya haqqında müəyyən məlumatlar vermək ola bilər ki, hipovolemiya budur ki, bədəndə təzyiqin düşməsi zamanı müşahidə edilir. Yəni təzyiqin qalxması hallarında da müşahidə edilə bilər. Daha çox, məsələn, burada elektrolit göstəricisi artır,
hemoglobin gösterisi yükselir, hematokrit gösterisi yükselir. Hipertansiyon hallarında da müşahidə edilebilir insanda. Bundan başka mesela yaşlılarda da hipertansiyon halı müşahidə edilir ki, yaşlılarda hipertansiyon halının müşahidə edilmesi daha çok damarların sklerozlaşması ile bağlıdır. Yani damarlar sklerozlaşır ve burada kanın hərəkət imkanları məhdudlaşır. Bu səbəbdən də təzyiqin qalxması halları müşahidə edilir. Yenə eyni ilə damarların sklerozlaşması və təzyiqin qalxması, məsələn, təzyiq qalxanda müəyyən dərmanlar verə bildiyimiz kimi, məsələn, adi hamımızın bildiyi konkor verə bildiyimiz kimi, bu zaman belki bir çoğlarımızın bildiği daha çok kişilerde baş veren bir haldır ki, məsələn, sidiyə çıxmaq da yenə təzyiqin düşməsinə yardımcı olmaqdadır. Yəni, belə ifadə edə bilərəm ki, burada bədəndə mayının çox olması təzyiqin də düzmütənasib olaraq artmasıdır. Təzyiqin azalması isə yenə mayının azalması ilə düzmütənasib olaraq devam ettiğinden sidiyə çıxma daha çox da kişilerde baş verir. Bu ki, təzyiqin düşməsine, hətta yəni təzyiqin çox qalxması hallarında yani ani düşüşlərə də səbəb ola bilməkdədir bu vəziyyət. Mənim bugünlük deyəcəklərim bu qədərdir. Videomu bəyənib paylaşa bilərsiniz bu şəkildə. Sağ olun.